Salam, hər vaxtınız xeyir əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, hər birinizi İKİSAL İnternet Televiziyasının efirindən salamlayıram. Bizimlə siyasi baxış verişini izləyirsiniz. Əziz tamaşaçılar, Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq gündən-günə daha da artmaqdadır. Prezident İlham Əliyevin Ankaraya son işgüzar səfəri də bu əlaqələrin daha da genişlənməsinə yönəlib. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və İğdır-Naxçıvan qaz kəmərinin açılışı iki qardaş ölkə arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Elə bu barədə studiyamızın qonağı ilə həmsöhbət olacaq. Studiyamızın bugünkü qonağı Milli Məclis deputatı Nigar xanım Məmmədovadır. Xoş gəlmisiniz Nigar xanım, xoş gördük. Dəvətimizi qəbul edib gəldiyiniz üçün təşəkkür edirik. Nigar xanım, Prezident İlham Əliyevin Ankaraya səfərinin iki tərəfi münasibətləri hansı töhfələr verəcəyini düşünürsünüz və bununla yanaşı ümumi bu layihənin strateji məsələsi ilə bağlı ümumi fikrinizi öyrənmək istərdik. Ölkə başçısı cənab İlham Əliyevin Türkiyə səfəri ümumiyyətlə iki ölkə arasında, Azərbaycan-Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə olduğunun aydın təzahürüdür və əlbəttə geosiyasi və iqtisadi baxımdan dünyanın dəyişdiyi bir vaxtda iki müttəfiq ölkə arasında, iki ölkənin liderlərinin bu həm regional məsələlərin müzakirəsi, iki tərəfli məsələlərin müzakirəsi əlbəttə bu böyük bir əhəmiyyət kəsb edir. Həmçinin siz vurğuladınız İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışı. Bu da böyük bir strateji əhəmiyyətə malik olan bir layihədir. Böyük bir əhəmiyyətə malik olan bir layihədir. 1920-ci ilə mən nəzər salmaq istərdim və burada Qərbi Zəngəzurun Ermənistanla birləşməsi coğrafi baxımdan Türk dünyasının iki yerə bölünməsi ilə nəticələndi və mən istərdim Ermənistanın, o böyük Ermənistan planına da nəzər salaq. Daim Naxçıvanın bu böyük Ermənistan planına qatılması ilə bağlı onların planları və bununla bağlı daim o planları və bu planların qarşısında əlbəttə Azərbaycanın sərt mövqeyi və xüsusən də ümumi liderin qətiyyəti bu planların qarşısında durdu, onların o planlarını dayandırdı və cənab prezidentin video formatda açılış İğdır-Naxçıvan qaz kəmərinin açılışında söylediyi nitqdə də əlbəttə bu vurğulandı. Həmin nitqdə çox böyük bir marağa səbəb oldu və həmən nitqdə həm ümumi liderin bu Ermənistanın bu planları ilə bağlı ümumi liderin apardığı siyasət də vurğulandı. Xüsusən də Türkiyənin bu prosesə verdiyi töhfə vurğulandı. Çünki o vaxtda Türkiyə çox böyük yardım Naxçıvana göstərdi və o yardım məhz Naxçıvanın blokadadan çıxmasına böyük köməklik göstərdi. Bəli, istərdim həmçinin vurğulayam ki, o vaxtı həmən Naxçıvana qarşı hücumların ardı kəsilmirdi. 1991-ci ildə məhz həm Moskva müqaviləsində, həm Kars müqaviləsində Türkiyənin məhz hüquqlarını ümumilli liderə müstəviyə çıxartdı və həmin məhz zaman o Naxçıvanın blokadadan çıxmasına çox böyük köməklik göstərdi. Mən həmçinin Ümid Körpüsünün də bu prosesə çox böyük rolunu töhfə verdiyini qeyd etmək istərdim. İğdır-Naxçıvan layihəsinin strateji əhəmiyyətinə bağlı sual verdiniz. Buna gəldikdə layihənin əlbəttə ki, strateji əhəmiyyəti çox böyükdür. Həm iqtisadi əlbəttə cəhətdən, həm iqtisadi baxımdan əlbəttə bu böyük bir layihədir. Digər tərəfdən 730 milyon kubmetr qaz ötürülməsinə malik bir layihədir və o coğrafi baxımdan o yolda məskunlaşan sakinlər üçün, insanlar üçün onların sosial rifahının yüksəlməsinə onların sosial rifahının yüksəlməsində çox böyük rol oynayan bir layihədir. Mən qeyd etmək istədim, 2005-ci ildə İranla müqavilə bağlanılmışdı ki, məhz İran üzərindən Naxçıvana qazın ötürülməsi
verilməsi ilə bağlı əlbəttə burada fasilələrlə rastlaşırdıq və burada faizlərin yüksək olması ilə bağlı enerji müvafiq faizlər var idi ki, enerji sahəsində olan mütəxəssislər daim o əlavə mənbənin, enerji mənbəsində o zərurət olduğunu daim vurğulayırdılar. Əlbəttə bu gün İqdır Naxçıvan təbii qaz kəmərinin Naxçıvanın enerji təhlükəsinin şaxələndirilməsində böyük rol oynayacaq. Cənab Prezident bunu çıxışında da qeyd etdi. O qazın məhz Azərbaycanın Türkiyə üzərindən ötürülməsi məhz Naxçıvanın da probleminin həllində böyük rol oynayacaq. Naxçıvanın da enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq. Həmçinin anlaşma memorandumu imzalandı. Azərbaycanla Türkiyə arasında bərpa olunan enerjidən istehsal olunan elektrik enerjisinin ikitərəfli ötürülməsi haqqında anlaşma memorandumu. Bu anlaşma memorandumunda digər layihələrin gələcəkdə icrasına təməl fundament yaradır. Həmçinin Zəngəzur dəhlizinə biz üst tutmalıyıq. Zəngəzur dəhlizi də açılışından sonra məhz gələcəkdə yeni layihələrin və sürətli onların icrasına bir təməl töhfə olacaq, təməli qoyulacaq. Nigar xanım, bəs Azərbaycan-Türkiyə müttəfiqliyini regional baxımdan, təhlükəsizlik baxımdan necə qiymətləndirirsiniz? Bakı və Ankara ümumiyyətlə onların mövqeyini, rəsmi mövqeyi daim regional baxımdan onlar sülhə və stabilliyə onların mövqeyi, o töhfə verən bir fəaliyyət istiqamətlə həyata keçirilir və bundan əlavə də regionda məhz rifahın yüksəldilməsinə bütün layihələr yönəlib, istər nəqliyyat, istər enerji layihələri bütövlükdə regionda o rifahın yüksəldilməsi məqsədi ilə layihələr həyata keçirilir və bundan əlavə də layihələrdə iştirak edən tərəflər də məhz bundan qazanır. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, hər iki tərəfin birlikdə əməkdaşlığı həm regionda stabilliyə, həm regionda sülhə, sabitliyə, təhlükəsizliyə yönələn bir əməkdaşlıqdır. Digər tərəfdən də həmçinin də o regionda o rifah halının yüksəldilməsi, bundan əlavə də beynəlxalq səviyyədə o təhlükəsizliyə yönələn bir əməkdaşlıqdır. Çünki baxın, iki ölkə arasında olan əməkdaşlıq Avropa enerji təhlükəsizliyinə də öz təsirini göstərir və bununla da iki ölkənin məhz beynəlxalq səviyyədə də mövqeləri daha da möhkəmlənir və artıq coğrafi baxımdan biz regiondan beynəlxalq müstəviyə çıxan bir bu əməkdaşlığın təsiri beynəlxalq müstəviyə çıxır. Və digər tərəfdən mən iki ölkə arasında bütün sahələrdə, müxtəlif sahələrdə əməkdaşlıq var. Mən xüsusən də hərbi əməkdaşlığı vurğulamaq istərdim. Bəli, burada təlimləri mən vurğulamaq istərdim ki, təlimlər keçirilir, hərbi yana əməkdaşlıq təlimləri əhatə edir və hər bir halda istər digər sahələrdə, xüsusən də hərbi sahədə olan əməkdaşlıq regionda sülhə və sabitliyə yönələn bir əməkdaşlıqdır. Heç bir halda üçüncü tərəfin maraqlarına toxunan bir əməkdaşlıqdır və əlbəttə ki, bu bilavasitə beynəlxalq müstəvidə də həmin o sabitliyə, həmin o sülhə yönələn bir əməkdaşlıqdır. Yenə bildirirəm ki, bu üçüncü tərəfin maraqlarına bir toxunan əməkdaşlıq heç bir layihələrdə üçüncü tərəfin maraqlarını pozan bir layihələr və ya əməkdaşlıq deyil. Ümumiyyətlə, Şuşa bəyannaməsi və onun iki tərəfli münasibətlərdəki rolu barədə nə demək istərdiniz? Şuşa bəyannaməsi 2021-ci ilin iyun ayında imzalanmışdır və iki ölkənin münasibətlərində olan o zirvə kimi biz onu qeyd etməliyik. Şuşa bəyannaməsi sülhə, inteqrasiyaya yönələn bir əməkdaşlıqdan yüksək səviyyədə. Bəli,
sənəddir o iki ölkə arasında və o ki imzalanmayan, o həyata keçirməyən ideyalar məhz bu bəyannamədə öz əksini tapdı. Bəyannamədə müxtəlif sahələrdə, istər elm, istər humanitar, istər gənclər siyasəti, idman sahəsində, müxtəlif sahələrdə məhz iki dövlət arasında o səyləri, o potensialları, imkanların məhz birləşdirilməsinin əhəmiyyəti yeni müstəvidə göstərilməsi. Bəli, əhəmiyyəti məhz əksini tapıb, vurğulanıb. Digər tərəfdən də beynəlxalq hüquq normalarına, beynəlxalq hüquq prinsiplərinə istinadən Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini istinad edərək burada səylərin məhz birləşdirərək həm regional, həm beynəlxalq müstəvidə təhlükəsizliyin, sabitliyin qorunması üçün o səylərin birləşdirilməsinin də vacibliyi vurğulanıb. Ona görə mən bu sənəddən danışaraq bu sənədin böyük bir strateji əhəmiyyətə malik olduğunu bildirmək istərdim. Həmçinin sənəddə məhz sərhəd toxunulmazlığı, suverenlik, məhz ərazi bütövlük, bəli, bu kimi məsələlərdə məhz öz əksini tapıb bu sənəddə. Ümumiyyətlə hər iki dövlət arasında, Türkiyə-Azərbaycan arasında olan münasibətlərin məhz məntiqi nəticəsi kimi biz Şuşa bəyannaməsini qeyd edə bilərik. Bəli. Nigar xanım, bəs ümumiyyətlə belə desək, bu əlaqələri Türk Dövlətlər Təşkilatı və D8 forumunda necə qiymətləndirərsiniz? Azərbaycanla Türkiyə bir çox beynəlxalq təsisatlarda əməkdaşlıq edirik. Bəli, hələlik bəli, nə ki Türk Dövlətlər Təşkilatı, nə ki digər təşkilatlar bir çox beynəlxalq təsisatlar müstəvisində əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nə kimi əməkdaşlıqdır? Həm biz bir-birimizin hər iki dövlət qarşılıqlı şəkildə fikir mübadiləsinin aparılması, fikir mübadiləsi, mövqelərini dəstəkləyirlər, həmçinin mövqelərini müdafiə edirlər. Bu da nədən irəli gəlir? Bu da mövqelərin üst-üstə düşməsindən irəli gəlir. Bu çox vacibdir. Beynəlxalq təsisatlarda mövqelərin müdafiə olunması, mövqelərin üst-üstə gəlməsindən irəli gələn, həmçinin də Türk Dövlətlər Təşkilatına. Türk Dövlətlər Təşkilatı bilirsiniz ki, əvvəl şura kimi fəaliyyət göstərib. Bugün Türk Dövlətlər Təşkilatının mövqeyi möhkəmlənir gündən-günə və bu təşkilatın mövqeyinin möhkəmləndirilməsində Azərbaycan-Türkiyə münasibətləri böyük rol oynayır. Çünki o həmrəyliyin, o birliyin təşkilatın, bəli, təşkilat daxilində birliyin, həmrəyliyin möhkəmləndirilməsində məhz Azərbaycan-Türkiyə iki dövlət arasında münasibətləri, o həmrəylik iki dövlət arasında həmən təşkilat çərçivəsində də öz təsirini göstərir. Həmçinin mən qeyd etməliyəm ki, təşkilat çərçivəsində Mərkəzi Asiya dövlətlərinin Avropa çıxışı təmin olunur. Bu da nə deməkdir? Türk Dövlətlər Təşkilatının Asiya-Avropa arasında bir körpü kimi, körpü rolunu oynayan təşkilat kimi mövqeyini daha da möhkəmləndir. Bu çox vacibdir. Türk Dövlətlər Təşkilatı strateji baxımdan bugün mövqeyini daha da möhkəmləndirir. Həmçinin də Türk irsini müdafiə edən təşkilat kimi biz bunu bugün görürük. Mədəni layihələrin həyata keçirən bir təşkilat kimi, sosial layihələri həyata keçirən və əlbəttə Azərbaycan da Türkiyədə həm bir əməkdaşlıq edərək, həm öz təklikdə hər iki dövlət resursları yetərincədir ki, həyata keçirdiyi tədbirlər yetərincədir ki, təşkilatın nüfuzunun, mövqeyinin möhkəmləndirilməsində də böyük bir töhfə verən dövlətdir. Əlbəttə, iki tərəfli əməkdaşlığı da bu prosesə böyük bir töhfə verir. Nigar xanım, fikrimizi yekunlaşdırsaq, ümumiyyətlə bu səfəri siyasi və tarixi kontekstdə necə fikirləşirsiniz, qiymətləndirirsiniz? Bu barədə ümumi fikirləriniz necədir? Qeyd etməliyəm ki, ümumiyyətlə Naxçıvan Türk dünyasının qapısıdır.
Həmçinin Türk Dövlətlər Təşkilatından elə sual verdiniz. Onun təsis konfransı da məhz Naxçıvanda keçirilmişdir. Əlbəttə ki, bu bir Türk dünyası üçün də böyük bir töhfədir. Böyük bir bu layihənin Türk dünyası üçün də böyük bir strateji əhəmiyyəti var. Əlbəttə Azərbaycan-Türkiyə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə bu öz təsirini göstərəcək. Çünki bu gün münasibətlər göz qabağındadır. Daha da dərinləşdirilməsinə, daha da möhkəmləndirilməsinə öz təsirini göstərəcək. Çox sağ olun Nigar xanım. Fikrinizi bölüşdüyünüz üçün təşəkkür edirik. Sağ olun. Çox sağ olun. Belə əziz tamaşaçılar və dəyərli izləyicilərimiz, bugünkü verilişimizin sonuna gəldik. Nəzərinizə çatdırmaq istərdim ki, studiyamızın bugünkü qonağı Milli Məclisin deputatı Nigar xanım Məmmədova idi. Gələn görüşlərə dək.